Sanaliyeva familiyası demək olar ki, mənim yoldaşım, yəni mən pis olsaydım mənə verməz yəqin. Deyər ki, mən familiyamı sənə vermək istəyirəm. Mənim öz familiyam da çox gözəl familiyadır. Hamı deyir ki, sən niyə öz familiyavı daşımırsan? Sənətdə nə gedir hazırda? Sanaliyeva. Sanaliyeva. Hə də, mən ayrılmışam, amma yoldaşım familiyasını verdi mənə ki, qalsın. Mən sənə layiq görürəm familiyamı. Elə də bir çətin proses. Soyadımı sənə layiq görürəm, qalsın. Mən də lap əvvəllər bizim zaksımız olmayanda Bəli, nigahınız. Bu Sevda xanım mənə deyirdi ki, sən heç vaxt mənim familiyama keçə bilməzsən, mən familiyamı sənə verməyəcəm, nə bilim, nə belə deyirdi, Yoldaşım da acıqla mənə familiyamızı zaks elədik, kəbin kəsdik, sonra da bir araya gəlməyi yenə bizi qoymadılar, ayırdılar. Çox şeylər. Mən getdim uşağım üçün pasport almağa, inanırsınız, ana-ana bala qoymadılar ki, ata gəlsin, öz evladına soyadını versin. Övladını görür atası? Çoxdan görüb. Heç maraqlı. Çoxdan deyəndə nə vaxt görmür? Neçə illər bundan qabaq. Onun dolanışığı... Yoldaşımın? Bəli, uşağın deyirəm. Hə, uşağımın hər şey, həm qadın olmuşam, həm kişi olmuşam, inanırsınız. Qarşılamır? Yox, heç bir çörək, heç nə alıb verməyib, inanırsınız, heç bir şey bu vaxta kimi, heç nə verməyib. Ata necə ona uşaqsız? Yox, indi də ona görə də cəzasını çəkir də, özü bilir, cəzasını çəkir. Nə olub? Mənə amma çox yalvarır, indi də bugünə kimi yalvarır, deyir, həyatımda yəni ki, səni kimi insan olmayıb, olmayacaq da, mən sənə deyir... Övladı neçə yaşı var? Qızımın da 26 yaşı var. 26 yaşı var? Maşallah, xanım gənc xanım. Ailə qurub, qızım da ailə qurub, 2 dənə nəvəm var. Ay maşallah. Allah